Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu ala əşrafil ənbiyə vəl mürsəlin. Nəbiyyina Muhammedin və ala alihi və ashabihi ecma'in. Əmmə ba'd. Bu dərsimiz, qardaşlar, inşallah suallar var. Allah Azze və Cəllənin köməyi ilə bu sualları çalışacaq cavablamağa. Deməli, sual belədir. Məğrib namazının vaxtı əzən veriləndən sonra nə vaxta qədərdir? Hava tam qaralana kimi, yoxsa işa namazının vaxtına kimi? Namazların içində ən qısa vaxtı olan hansı namazdır? Məğrib namazıdır. Ona görə də elm əhli deyir ki, məğribin vaxtı günəş batdıqdan sonra girir və hava qaralana kimi. Yəni, indiki təqvimlə baxsaq, haradasa 10 dəqiqə, 15 dəqiqə günəş batdıqdan sonra artıq məğrib namazını qılmaq olar. Ona görə namazlarda fəzilətli vaxt var, bir də zərurət vaxtı var. Fəzilətli vaxt, bir də nə? Zərurət vaxt. Fəzilətli vaxt odur ki, əzandan sonra 10 dəqiqə, 15 dəqiqə, maksimum 20 dəqiqədən sonra sən namazı qılasan. Bu fəzilətli vaxtıdır. Amma bəzən xəstəliyə görə və yaxud da müəyyən səbəblərə görə əgər insan gecikdirmək məcburiyyətində qalarsa, onda o zaman ən geci məğribə, işaya kimi gecikdirə bilər. Yəni, işaya kimi gecikdirsə qəza sayılmır, amma zərurət vaxtı sayılır. Yəni, fəzilətli vaxtı itirmiş olur və işanın vaxtına kim nə vaxt qılsa, qəza deyil, əda sayılır, amma zərurət vaxtından sayılır. Yəni, savabını kamil şəkildə ala bilmirsən. Əgər işanın vaxtı girənə kimi qılmasan, ondan sonra qəza niyyəti ilə qılmalısan, Allahu aləm. İkinci sual belədir. İslamda Mövlana kim olub? Onun yazılarından istifadə etmək olarmı? Mövlana, qardaşlar, Hicri tarixlə 6-cı, 7-ci əsrin arasında yaşayıb. Hicri tarixlə 6-cı, 7-ci əsrin arasında. Miladi ilə haradasa 13-cü əsrdə yaşayıb. Və Mövlana, belə qısa olaraq Mövlana deyirlər, onun ən məşhur ləqəbi Cəlaluddin Ər-Rumidir. Cəlaluddin Ər-Rumi Afqanistanın Bəlx bölgəsində tarix kitablarında keçir ki, Bəlx bölgəsində dünyaya gəlib, 4 yaşındaykən atası onu İraqa gətirib, Bağdadda yaşayıblar, sonra Şama keçiblər, Hələbdə olub və sonra son olaraq Türkiyənin Konya şəhərində yerləşiblər və orada vəfat edib. Və Konya şəhərində Türkiyənin onun qəbri şəriətə müxalif şəkildə hətta tikilmiş bir vəziyyətdədir. Mövlana Cəlaluddin Ər-Rumi sufidir. Hənəfi məzhəbi üzrə fiqhdən, tarixdən, ədəb ərkandan yazıları var. Və sonra gəlir ki, tarixində ömrünün axırına yaxın musiqi ilə məşğul olub, şeirlə məşğul olub. Hətta bu 2-3 il qabaq təxmini 2007-ci ildə Amerikada müsabiqə keçirilib ki, ən məşhur şairlər dünyada kim olub? Şeir yazanlar, qəzəl yazanlar, sevgi, aşk, hekayələr yazanlar. Onların içində yer tutanların biri də Mövlana və yaxud da Cəlaluddin Ər-Rumidir. Qısacası, bu insan Əhl-i Sünnə vəl Cəmaanın təriqətində, Əhl-i Sünnə vəl Cəmaa əqidəsində olmayıb, məşhur sufidir. Ən böyük elm aldığı, təsirləndiyi şəxslər də İbn Arabi, hansı ki, İbn Arabinin hətta kimliyi haqqında elm əhlinin arasında sözlər var, hətta onu təkfir eləyənlər var, İbn Arabini. Və həmçinin Abdülqadir Əl-Ceylanidən də təsirlənib zuhd məsələlərində. O, türklərdə bir məşhur rəqs növü var, ağ paltar geyinirlər, başlarında da uzun bedrə kim papaq olur. Belə bir tema ilə belə fırlanırlar. Elə ən bunun əsasını qoyanlardan biri, bu rəqsi oxuyub, bu rəqslə məşğul olanlardan, tələbənə öyrədənlərdən biri də
Elə bu adı, ləqəbi Mövlana kimi tanınan olub, Cəlaluddin Ər-Rumi. Qısacası qardaşlar, bu insan Yunan fəlsəfəsindən təsirlənir, kitab və sünnə elmdən çox uzaq olan bir adam olub. Ona baxmayaraq müsəlman sayılır, müsəlmandır. Lakin sufi təriqəti üzrə, bidət əhli təriqəti üzrə. Ona görə də Cəlaluddin Ər-Ruminin və yaxud da Mövlananın təbii ki, əgər ibrətli sözləri olarsa, bundan istifadə etmək olar. İbrətli sözləri olarsa, məsələ, bəzi həqiqətləri anlatan, bundan istifadə etmək olar. Lakin onun kitabları ümumiyyətlə oxunması məsləhət deyil. Çünki əhl-i sünnə deyil insan. Əhl-i sünnə deyil. Hətta biz, problem yoxdur ki, hər hansı bir filosofun hətta bir dəyərli, hikmətli sözü varsa, ondan istifadə eləyək, faydalanaq. Bunda bir qadağa yoxdur. Və yaxud da atalar sözü, və yaxud da bir məsəl. Bunlarda bir qadağa yoxdur və bu baxımdan da Mövlananın bəzi, belə deyək, siyasətdə və bəzən əxlaqda sözləri var və mənalı sözlərdir. Bu mənalardan istifadə etməkdə bir qadağa yoxdur. Lakin onun kitabını oxumağı, kitablarını oxumağı və yaxud da bu insanı şişirtməyi, təbliğ etməyi olmaz. Çünki bidət əhlini şişirtmək, təbliğ etmək hökmündədir. Allahu aləm. Suallardan qardaşlar, həmçinin fərz namazında Fatihədən sonra bir neçə surəni oxumaq olarmı? Cavab odur ki, bəli, oxumaq olar. Fərz Fatihəni oxudun, sonra arxası ilə İxlası, arxası ilə Fələq surəsini, arxası ilə Nəs surəsini. Heç bir qadağa yoxdur. Çünki Rasulullah sallallahu aleyhi və səlləm oxuyubdur təheccüd namazında, bir rəkətdə oxuyubdur Bəqara surəsini, arxası ilə Ali İmran surəsini, arxası ilə Nisa surəsini. Və ümumiyyətlə, namaz əhkamlarında, qiraat məsələlərində, fərzlə sünnələrdə fərq yoxdur. Fərzlə sünnələrdə fərq yoxdur. Cavab qısacası ondan ibarətdir ki, bəli, bir insan fərz namazlarında Fatihədən sonra bir neçə surəni, istər qısa, istər uzun surələr arxa-arxaya oxuya bilər. Həmçinin suallardan belədir ki, mənim 2 övladım var, ataları dünyasını dəyişib, ailəm və qohumlarım cahillər və şiyələrdir. Onlar qoymurlar ki, mən övladlarıma İslamı sünnədə gələn kimi öyrədim. Mən belə halda nə edə bilərəm? Cavab odur ki, bəli, ola bilər ki, insanın ətrafındakı insanlar cahillər olsun, sənin əqidəndə olmasın və yaxud da uşaqlarımıza pis təsir göstərən adamlardan olsun. Bu şeylər ola bilər, qardaşlar. Lakin istər ana, istər ata fərqi yoxdur. Övladlarımıza maksimum dərəcədə nə bacarırıqsa gözəl tərbiyə verməyə çalışmalıyıq, Quran və sünnədə gəldiyi şəkildə. Bunun başqa çıxış yolu yoxdur. Zaten qadın özü zikr eləyir ki, burada yoldaşı dünyasını dəyişib və ətrafında olan insanlar da cahildir. Buna baxmayaraq Allaha təvəkkül eləsin, Allah Azza və Cəllə sığınsın, Allah Azza və Cəllədən kömək istəsin və övladlarına əlindən gəldiyi qədər İslami və sünnəyə uyğun şəkildə tərbiyə versin. Allah Azza və Cəllə insanı daşımayan yükü zaten ona neynəmir, qardaşlar? Yükləmir. Suallardan həmçinin bəzən qəribə yazırlar, oxumaq olmur, qardaşlar. Yəni, məzmunu ondan ibarətdir ki, namaz qılmayan qadınlara zinət əşyaları satmaq olarmı? Qolbağı, üzük, sırğa və s. kimi. Ümumiyyətlə, istərsən, əsl odur ki, qardaşlar, üzükdür, tənədir və yaxud da sepdir, qolbağıdır. Bunlar, qadınlar bundan zinət olaraq istifadə edə bilərlər. Lakin, əgər bilsək ki, bu şeyi satanda qadınlar onu başqalarına göstərmək üçün, başqalarının şəhvətini, hissiyyətini oyatmaq üçün bunu eləyirlər və yaxud da naməhrəmlərin yanında bunu taxırlar, o qadınlara bunu satmaq olmaz. Bu haqda Ləcnənin fətvası var, qardaşlar. Qısacası, harama vəsilə etmək olmaz. Çünki Allah Azza və Cəllə buyurur ki, وَلَا تَعَوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ Günah və aranızda günahlara və aranızda günahlara düşmənçiliyə səbəb olan vəsilələrdə bir-birinizə yardım etməyin.
Əgər sən satarsansa bu materialı, bu maddəni bir adama və o da onu asilikdə işlədərsə, sən vəsilə olmuş olursan. Və şərli və günah işlərdə də vəsilə olmaq olmaz. Allahu aləm. Bax, qalmışam belə sual interesini yazıb, oxuya bilmirəm. Və çalışıram ki, hərflər olmur, tərs olur və s. kimi. Qısacası məzmun ondan ibarətdir ki, qadın evində başını topuz. Qadın başının ortasında burada belə saçını topuz yığa bilərmi? Bilirsiniz ki, sünnədə nəhi gəlib, qadın təpəsinin ortasından saçını tompuz şəkildə və yaxud da topuz şəkildə yığmağını. Allah-u aləm, bu istərsən ərinin yanında olsun, istərsən başqa qadınların yanında olsun, eyni hökmdədir. Qısacası qadın başını təpəsinin ortasından topuz şəkildə yığmağı qadağandır, olmaz. Növbəti sual belədir ki, mən cahillikdə qaşlarımı tatuaj elətdirmişəm, onu silmək həm xərcli, həm də ağrılı, həm xərcli, həm də ağrılıdır, yəni sildirmək vacibdir. Bəli, tatuaj bildiyimiz qədər nakolkadır. Yəni, qaşa, nakolka ilə qaş çəkdirməkdir və bu da haramdır. Ona görə qadına xərcli də olsa, əziyyət də olsa, vacibdir ki, onu mütləq sildirsin. Qısa cavab budur. Nə təfsilata, nə izaha ehtiyac yoxdur. Sözün ən xeyirlisi qısa və konkret olanıdır. Haramdır, ağrı da olsa, xərcli də olsa, qaşın o nakolkalarını sildirməyin vacibdir. Vəssalam. Sual belədir, qadın lazer epilasiya etdirə bilərmi? Tüklərdən azad olmaq üçün. Bu epilasiya məsələsi, qardaşlar, yəni qadında tük bəyənilməyən bir şeydir. Yəni kişilərin xoşlamadığı bir şeydir ki, yəni qolunda belə tük olsun, tühlü zaddır, yəni bu problemdir bu. Saqqal zad və yaxud da. Bəzən qadınlarda olur hormon problemləri olur qadında və bu baxımdan da kişiləşmə gedir. Muskul zad çıxır qadında. Üzündən tük çıxır, bığlar çıxır. Bu şeylər olanda bəzən iynələrdən, bəzən dərmanlardan bu qadınlarda bu hallar olur. Bəzən olur qadın ilə tühlü də olur. Nəsildən, kökdən də var ki, tüklənirlər get-gedə. Qısacası qadın tüklənmə baş verərsə, o tükləri qaldıra bilər. Yoldura bilər, təmizlənə bilər. Buna epilasiya deyil, lazer və s. kimi bunlardan istifadə edə bilər. İki şərtlə. Birinci şərt, bu epilasiya edən, bu tükü qaldıran qadın olmalıdır və bu görülən yerdə kameralar olmamalıdır. Bugün qardaşlar, çox çirkin hadisələr var. Allah qorusun müsəlmanları bütün bu mediaların şərindən. Bəzən olur, qadını qadın doğuzdurur, düzdürmü? Baxırsan ki, qadının doğum anını kameraya çəkirlər, ondan sonra onu paylaşırlar. El aləm qadının övratından tutmuş doğum əməliyyatında görürlər. Və yaxud da qadınları reklam üçün gətirirlər stolun üstünə, təpədən dırnağa onu yolurlar, bütün övrat, zad, hər şey çöldə. Niyə? Bu şirkətini, dərmanını, nəyinisə reklam eləyir, hansısa bir pozğun qadın da buna alət eləyir və bunu paylayırlar. Ona görə birinci şərt nədir? Qadın bu tükü təmizləməlidir. Əgər həkimin yanına getmişsənsə, qadın bu tükü təmizləməlidir və o tük təmizlənən yerdə, epilasiya olan yerdə kameralar olmaması şərtdir. Bundan əmin olmalısan. İkinci şərtdə qəliz övratı qadın görməməlidir. Qəliz övrat, bilirsiniz də qardaşlar. Qəliz övrat yerinə qadın başqası toxuna bilməz. Nə lazer, nə yaxud da dərman və yaxud da qəliz övratı insanın özü təmizləyə bilər. Amma qoldur, qıçadır, kürəkdir, bu şeyləri etdirə bilər qadına zərurət baxımından. Amma qəliz övratı, eybili yerləri
əsla başqasının yanında açmağa icazə verilmir. Bu şeylərə diqqətli olun. Sadəcə dinimiz namaz qıldın, oruç tutdun məsələsi deyil. Namaz qılmaq, oruç tutmaq necə vacibdirsə, necə donuz ət yemək, it ət yemək, eşşək ət yemək necə haramdırsa, eləcə də dinin əmrləri, başqa əmrləri, qadağanları eyni hökmündədir. Hamısına kütləvi şəkildə fikir vermək lazımdır. Və burada bir şey xatırlatmaq istəyirəm, qardaşlar. Yəni, bunu nə qədər xatırladırıq, çalışırıq ki, bu şeyin qarşısını alaq. Qadınların bugünkü gündə hicab geyinmələrinə rağmən qaşlarını almaqlarında davam etməsi. Və bu qaş almaq məsələsi sadəcə məkruhdurmu, günahdırmı və yaxud da bu məsələlərdən deyil. Qaş alan qadınlara Rasulullah s.ə.v deyib ki, Allah onlara lənət eləsin. Allah lənət eləsin deyib. Muhammed s.ə.v qaşını alan qadınlara lənətlənmiş qadınlardır. Və kişilər burada məsuliyyət daşıyır ki, lənətlənmiş bir qadınla sən necə yaşaya bilərsən? Rasulullah s.ə.v bir kişinin dəvəsini lənətlədiyini görür. Minini lənətləyir. Dəviyə deyir ki, Allah sənə lənət eləsin. Sonra o dəviyə minib gedir. Rasulullah s.ə.v onu çağırır, deyir ki, Subhanallah, sən həm bunu lənətləyib, həm də onun yanında durursan. Və dəvəsini açır, buraxır səhraya. Kimsə o dəvənin yaxınına getmir, dəvə tək qalır səhrada. Hamı deyir ki, bu dəvə lənətlənmiş dəvədir. Və bu kişinin lənətlənməsi ilə dəvəsindən uzaq qalması vacib oldusa, bir adam ki, Peyğəmbər s.ə.v-in dili ilə lənətlənə, onun hökmünə baxın, qardaşlar. Kişilər bu da arvadlarına yaya çıxmalıdır, sahib durmalıdır. Qardaş, bu sənin arvadındır. Qadağan eləyəcəksən qaşını almağı. Bəzilər bəhanə gətirir ki, cahillikdən almışam, indi qaşımı almasam qalın çıxacaq. Qalın çıxsın. Qalın çıxsın. Qoy qalın olsun. Sən qaşığı almağa haqqın yoxdur axı. Onda biri desin ki, mən uşaqlıqdan hicab geyinməyə alışmamışam, indi də geyinə bilmərəm, davam etsin belə. Xeyr, hicab geyəcəksən. Dəhşətdir, subhanallah. Bəziləri adını kişi qoyub, özü deyir ki, arvadına, qaşın yox, ne var? Get 40 şey, nə deyirlər ona? Yol qaşını. Stanoklarız adı, naqqaç mı deyirlər ona? Naqqaç. Ha? Nə? Pilatos? Pinset. Hər nəysə o şeyləri gətirib özləri alırlar və bu da müsibətdir. Qısacası qardaşlar, yadınızda saxlayın. Arvada onu başa salmaq lazımdır ki, ən gözəl şey qadında orijinal gözəllikdir. Orijinal. Allah səni necə yaradıbsa o şəkildə. Dedik ki, biri var ki, əsl qadında tüksüz olmaqdır. Qadında bəzən hormon qarışır. Qadına icazə verilir ki, qadın getsin lazer və s. bu şeylərdən istifadə eləsin. O tükləri təmizlətsin. Bunda problem yoxdur. Bunu bayaq izah elədik. İkincisi də var ki, qadında əsl o şeyi tərk eləməkdir. Yəni, qadın qaşına toxunmamalıdır. Qaşını almamalıdır. Və qaş yoğunusa da neynəsə də nə vaxt deyirik, məsələ tutaq, bəzi adamların qaşı saçı kimi məsələ uzanır. Həm bu qaşların uzanıb gözünün üstə tökülürsə, qabağını görmürsən. Tökülür belə. Sən onda bunu qaldırıb, gözünə tökülən yerini kəsə bilərsən üstündən. Daha qayçılayıb, figura, şəkil qoymaq olmaz. Və yaxud da qaşı qayçılamırlar, hilə işlədirlər, nazik görsənsin deyə. Bəzi yerlərinə sarı xına qoyurlar, rəng qoyurlar, kraska. Bu da haramdır, bu da olmaz. Çünki bunun özü də hilədir. Aydındır qardaşlar? Hə, belə. Sonra gəlir. Sual belədir, evliliyə səbəb olmaq haqqında danışardınız.
bu əmələ vəsilə olmaq olarmı evliliyə? Evlilik xeyir əməldir, qardaşlar. Vəsilə olmaq da əsli olar, lakin bu şeydə çox ehtiyatlı olmalısın. Evliliyə vəsilə olmaqda çox ehtiyatlı olman lazımdır. Və bu vəsiləyə olarkən qadınların bu şeyə, çalışın qadınlar bu şeyə girməsin. Çünki bugün eşitmişəm, bəzi yerlərdə qadınlar var, işi gücü nədir? Kişilərlə tanış olmaq, qadınlarla tanış olmaq, güya biz bunları evləndiririk. Qadının haqqı, hüququ yoxdur. Heç bir halda qadın naməhrəm kişi ilə danışa bilməz. Otururlar WhatsApp'da danışırlar, nə bilim belə. Bunun özü vallahi həyasızlığın ən böyük rütbəsidir. Ən böyük mərtəbəsidir ki, bir qadın yad kişi ilə oturub danışır, oturub yazışır və güya onu arvad düzəldir, güya bunun qızını verir, güya belə eləyir. Və bu telefonla belə şeylərlə qadın evlənmək olmaz, qardaşlar. Ona görə ucuz yolla evlənirlər deyə, ucuz yolla da çox yerlərdə boşanırlar. Qadın özünü kirləndirir. Başqalarının əlində özünü alət eləyir. Tanışırlar, bir-iki şəkil göndərirlər, artistik, bu özünü super romantik, super əl açıq, super taqvalı. Yəni özünü nətər lazımdır, özünü göstərə bilir. Ondan sonra evlənir, maskalar cırılır, sonra gerçək yüzlər ortaya çıxır. Ondan başlayır boy bez pravil. Sonra da boşanırlar. Məsələ belə darmadağın olur, ailələr dağılır, parçalanır və bu şəkildə çox üzücü hallar var bu dəqiqə. Ona görə qadın özünü ucuzlaşdırmamalıdır. Evlənirsən qardaş, tanıyırsan, evlənmək istəyirsən, ailəvi götür, get, atavı göt, anavi göt, qardaşı göt, get, elçi get. Normalını get, danış, sən tanısınlar, sən onları tanı, oturun, danışın, şərtləri, şumları, hər şey ortada həll eləyin, sonra get adam kimi evlən. Otururlar, nə bilim, ataları qoymur, filan belə getdi, fehman elə getdi. %99% da bir müddətdən sonra boşanırlar. Adam özünü ucuzlaşdırırsa, başqası ona qiymət verə bilməz. Bir adam özünün dəyərini bilmirsə, başqası onu dəyərləndirə bilməz. İlk öncə özünün dəyərini özün biləcəksən, ilk öncə özünü ucuzlaşdırmayacaqsan ki, hətta sənə qiymət və dəyər versin başqaları. Aydındır mı? Sual belədir. Süni yolla uşağa sahib olmaq olar. Bəzi qadınlar var ki, hamilə qala bilmirlər. Ailələri dağılmaması üçün edə bilərlər. Sual başa düşdün mü, qardaşlar? Nə deyirlər ona? Hayır, uşaq götürmək. Yox, uşaq götürmək yox. Tüp bəbəyi. Necə? Tüp bəbəyi. Tüp bəbəyi? Nə dilindədir bu? Türkçə. Tüp bəbəyi uşaq qoydurma. Bizdə nəsə deyirlər ona? Bizim ləhcədə nəsə deyirlər. Nə deyirlər ona? Nəysə, bu da nə deyirlər? Süni yolla. Yəni, normal yolla uşaq olmur. Kişinin mayasını götürürlər, qadının yumurtalığına yerləşdirirlər. Ondan sonrasında burada uşaq törənir və bu yolla uşaq əmələ bu da az yaşlılar olduğuna görə çox dərinliyə gedə bilməyəcəm. Əsas da başa düşmənizdir. Yəni, yekə uşaqların başa düşməsidir bu şeylər. Qardaşlar, əsl odur ki, Allah Azze və Cəllə icazə verir ki, bir kişi bir qadından evlənə bilər. Və uşağın təqdir olması da ilahi bir təqdirdir. Uşaq Allah yazıbsa olacaq, Allah yazmayıbsa olmayacaq. Allah Quran-ı Kərimdə buyurur, istədiyinə qız uşaqları verir, istədiyinə oğlan, istədiyini də sonsuz yaradır Allah. Oğlanı da, qızı da verən, insanı sonsuz da edən Allahdır. Kimin üçün nə xeyirlidirsə Allah onu nəsib eləyir. Bəzən də tibbi baxımından əslində qadında da problem olmur, kişidə də problem olmur. Sadəcə müəyyən xəstəliklərdən bu uşaq olma, mayalanma hadisəsi və yaxud da əməliyyatı olmur. Mayalanma olmur müəyyən nələrdən. Belə olduğu halda tibb inkişafından süni yolla uşağın qalmasına addım atırlar. Yəni kişinin mayasını götürüb qadının uşaqlığına qoyurlar, yumurtalığına və orada o aləmdə uşaq gəlməsinə səbəb olurlar. Sual odur ki, belə etdirmək olarmı? Baxın, bu məsələ ilə ilgili fətvalar var.
ləcnə alimlərinin fətvaları var. Bu müasir məsələdir, özü də keçmiş məsələlərdən deyil bu, müasir məsələdir. Və Kuveyt konfransında, Kuveytdə keçirilən alimlərin konfransında bu məsələni ərz ediblər, alimlərin bu haqda qərarları var. Qısa qərarlar ondan ibarətdir ki, bu şeyə süni yolla uşaq qalmağa icazə verilir, amma şərtlərlə. O şərtlər olmasa, o zaman süni yolla uşağın qalması haramdır. Bu yola addım atmaq haramdır. Birinci şərt, bu mayalanma söhbətində iştirak edən həkimin qadın olması. Qadınına baxan qadın, kişiyə baxanın kim olması? Kişi. Qadını mayalanma və yaxud da bu şeydə maya sətmə operasyonunda, əməliyyatında kişi olmamalıdır. Qadına qadın baxmalıdır, kişiyə kişi. İkincisi, bu yolla uşağın qalma imkanı olmağında garanti olmalıdır. Yəni, bilirsiniz, mayanı götürürlər, maya ölüdürmü, diridirmi? Və yaxud da neçə faiz gücü var, neçə faiz gücü yoxdur. Bu şeyləri laboratoriyada kəşf edə bilirlər. Çünki mayalar var ki, %100 ölüdür, 1000 dəfədə mayalanma əməliyyatı keçirsən, uşaq olmayacaq. Qadınlarda məsələn sonsuzluq var, bu yumurtalığında qurma var, yumurtalığı ölübdür. 1000 dənə ora mayalanma əməliyyatı keçirsən də uşaq qalmayacaq. Əgər bilindiyi halda ki, uşaq qalmayacaq, yenə pula görə belə əməliyyat icraatı eləyəcəklərsə və sənin bundan xəbərin olacaqsa, uzaq durursan. Hətta boşuna insanların övratı açılmasın deyə. Üçüncü səbəb, mütləq maya kişinin olmağından əmin olmalısan, %100. 99% əminsən, amma 1% şübhəlisənsə, bunu etdirmək haramdır. Çünki qardaşlar, bunu bilməmiz lazımdır hamının. Əksər hallarda süni mayalanma ilə övlad istəyən valideynlər müraciət etdikləri zaman bilmələri lazımdır ki, bəzən hiləkar, aferist və saxta olur həkimlər. Gerçəkləri demirlər pulun xətirinə. Məsələn, gedirlər, görürlər ki, qadının uşaqlığı, yumurtalığı sağlamdır. Problem kimdədir? Kişidədir. Mayanın gücü 10%'dir. Tibbdə də sübut olunub ki, məsələ 10% ilə %100 uşaq ola bilməz. 30%'ə qədər diri olmalıdır ki, uşaq ola bilsin. Belə olduğu halda gerçəyi atıya demirlər. Deyirlər ki, sənin mayanında uşaq olma ehtimalı %50-50'yədir. Biz bunu deneyəcəyik, ehtimal çoxdur. Və sonra gedib başqa kişilərin mayasını götürüb gətirib, bunun xəbəri olmadan onun arvadına vururlar. Və bu da zina və fahişəlikdir. Bu dünyaya gələn uşaq da zina uşağı sayılır, bic uşağı sayılır. Fikir verin. Bir çox laboratoriyalarda bu şeyin kəşf olunduğu açıq-aşkardır. Kişiyə heç nə demirlər, aldatırlar, bilmir və pərdə arxasında olan kişilərdən bunu istəyirlər, pulla hətta alırlar, sonra sənin xəbərin olmur, aparırlar, vururlar. 2 həftədən sonra doktor səni müjdələyir ki, arvadın hamilə qaldı, maşallah, səni təbrik edirəm. Sonra uşaq dünyaya gəlir və sən beləliklə sənin uşağın olmadığın birinə uşağın kimi görürsən. Bu xəyanətdir. Ona görə elm əhli deyir ki, %100 əmin olmalıdır, həkimlər etibarlı olmalıdır ki, hətta bilinsin ki, maya da kişinin öz mayası öz zövcəsinə qoyulur. Burada bir məsələyə toxunmaq istəyirəm, qardaşlar. Avropada, Amerikada və yaxud da din umurunda olmayan ölkələrdə belə şeyə göz yummaq adi bir şeydir. Hətta əksər qadınlar ərlərindən hamilə qalmırlar. Bu şeyə diqqət edin. Bir Yahudi alimi var Avropada. Adını unuttum açığı, biraz qədimdən oxumuşam. Adı Karl neysə, belə bir adı var. Bu, süni mayalanma üzrə profesional, çox yüksək dərəcəli bir həkim olur. Yahudi. Bir gün İslamda qadın boşandığı zaman iddə gözləməyinin vacib olduğunu oxuyur və dəhşətə gəlir. Yazılıb ki, İslam dinində bir qadını talaq etdin mi, o qadın 3 dəfə aybaşı olub təmizlənənə kimi başqasına gedə bilmər.
3 dəfə heyz olub təmizlənəndən sonra hamilə deyilsə başqasına gedə bilər. Hamilədirsə doğub nifasdan təmizlənə kimi gözləməlidir. Axı bu xristiyanlarda, yahudilərdə yoxdur. Sən buradan boşanırsan, 5 gündən sonra məhkəmə ilə boşanıb zaksın pozulursa 6-cı gün ərə gedə bilirlər. Gedirlər. Və bu da belə bilinmiş, İslamda bunun qadağan olduğunu bildiyi zaman araşdırma aparır. Görür ki, ilahi təqdirə baxın. Hər kişinin deyir mayası barmağında olan şifrə kimidir. Burada məsələn 1000 adam var. 1000 adamın barmağının izi başqasına oxşamır. Dünyada olan 7 milyard insanınki də elədir. Hamının barmağının şifrəsi var, başqasının barmağının şifrəsinə oxşamır. Hər kişinin mayası da belədir. Heç bir kişinin mayası o birisi kişinin mayasının növündən deyil. Hər şeyində fərqlənir. Ona görə qadının orqanizmasına gedən maya orada qalır. 3 dəfə qadın heyz olmadıqca o daxilində olan maya qadının bədənindən təmizlənmir. Əksi halda, əgər 3 ayın içində, 3 ay ərzində bir qadına bir mayadan çox maya daxil olarsa, qadında xəstəlik və əsəb sinir sistemləri baş verir. Ona görə fahişələrin hamısı ağıl xəstəxanalarında müalicə alırlar. Əsəb sistemi keçirlər, hamısı əsəbidir. Çünki başqa kişilərin mayaları da keçdiyi üçün onlara, fahişəlik sistemində olduqları üçün Allah onların daxili hormonlarını pozur. Bir dənə fahişə tapmarsınız yer üzündə. Bir dənə fahişə, xəyanət eləyən, başqa kişilərlə yatan, daxilinə başqalarının mayası keçən, o insan ruhi xəstə olmasın. Əsəbi sinir sistemində tutulmasın. Bunu danışan, bu üzrə mütəxəssis olan Yahudidir. Yahudi. Deyir ki, təsəvvür elə insanın, hətta qadının daxilində maya ilə maya qarışmasın deyə, maya ilə maya, kişinin mayası ilə başqası mayası qarışmasın deyə, boşanandan sonra 3 dəfə heyz olub təmizlənənə kimi başqası ilə evlənməsi qadağandır. Hər heyz olanda 30% kişinin əvvəldən ona keçmiş mayası təmizlənir. Eləliklə 3 dəfə heyz olandan sonra tamamilə qadın təmizlənir, başqa kişi qəbul eləməyə hazır olur. Bunu oxuyandan sonra İslam'a gəlir. Kəlmə şəhadəti deyil, müsəlman olur və müsəlmançılığını elan eləyir. Dəhşətə baxın indi. Gedir evində arvadından analiz alır, görür ki, bir ayın içində arvadı bundan başqa 3 kişi ilə yatır. Subhanallah. Arvadından analiz alır, gətirir, yoxlayır laboratoriyada, görür ki, bir ayın içində arvadı bundan başqa 3 kişi ilə yatır. 3 kişinin mayasının şifrəsi qadının qanında tapılır. Daha pisi nə olur, qardaşlar? 3 oğlu olur, 3 oğlunu da aparır, analiz eləyir, 3 oğlunun ikisi başqasından olur. Onun mayasından deyil. Və İslamın gözəlliyi burada bildirilir ki, Allah qadına buyurur ki, وَقَرْنَ فِي بُيُوتِكُنَّ evlərinizdə qərar tutun. Sizin naməhrəmlərin içində nə işiniz var? Başqa kişilərlə tanışıb, öpüşüb, görüşməyin nə işiniz var? Kişidə də əmr olunur ki, arvadıva sahib çıx. Bunlarda elə deyil. Kişi gəlir, evdə dostları ilə, arvad da minyubqada qabaqlarında xidmət, birdən belə getdi, oradan belə getdi, kişi gəlmədi evə, o gəlir. Allah qorusun, qardaş. Və bu insan İslam'a girir və İslamın insan dini olduğunu, insana xidmət eləyən bir din olduğunu, insanlara qiyamət gününə qədər doğruyu, dürüstü və təmizliyi öyrədən bir din olduğunu kəşf etdikdən sonra İslam'a girməkdə tərəddüd eləmir. Və bu baxımdan deyirik, qardaşlar, süyünü yolla mayalanmaq məsələsində bu şeylərə fikir vermək lazımdır. Etibarlı həkim bu işdə qarantinin olması və mayalanma məsələsində xəyanətin olmaması və bu iş qadın tərəfindən, qadını qadın, kişi kişi analiz məsələlərində baxmalıdır. Allahu aləm. Sonra sual var. Hamilə qalmamaq üçün tabletkalardan istifadə etmək olarmı? Cavab odur ki, hamilə qalmamaq üçün tabletkalardan istifadə etmək olar, amma 2 şərtlə. Birinci şərti bu müvəqqəti olmalıdır. Müvəqqəti olmalıdır.
tutaq ki, qadın xəstədir və yaxud da uşaq balacadır, baxa bilmir və yaxud da müəyyən səbəblər müvəqqəti olaraq qadın istifadə edə bilər. İkincisi də bu tabletkalar qadının orqanizmasını pozası qədər zərər verici olmamalıdır. Əgər uşaqlığı çürütəcəksə, tələf edəcəksə, onda o zaman bunu istifadə etmək olmaz. Allahu aləm. Burada suallar çoxdur. Neçə dəqiqə oldu təxmini suallar? 35. Məncə bu dərs Gürcüstanda axırıncı sual-cavab olacaq. Ona görə bir-iki sual da cavablayaq, bitsin burada. İkinci suallardan biri həmçinin hicablı qadın gözlərini günəşdən qorumaq üçün açki taxması, gözlük, eynək taxması, qara açki nəzərdə tutulur. Təbii ki, qadın əgər ehtiyac varsa, görmürsə, göz üçün tibbi açki taxa bilər. Amma zinət üçün və yaxud da günəşdən qorunmaq üçün deyib qara açkilər taxıb gəzərsə, bu qadının daha çox diqqət çəkməsinə səbəb ola bilər. Daha çox başqalarının ona baxmaz. Ona görə qadının qara açki taxıb, hətta sifətimi örtüm deyə bu bəhanə ilə etsə də belə məsləhət deyil. Çünki qadın üçün açki taxmaq zinətdir və qadın açki taxmaqdan uzaq durmalıdır. Üzvü niqab bacarırsan tax, bacarmırsan özün bil. Amma açkidən istifadə etmək zinət məsələsidir. Allahu aləm. Salam aleykum. Mən qaynımla bir evdə yaşayıram. Niqaba keçmək istəyirəm. Qaynım evdə olduqda niqabla gəzməliyəm. Elə də qadına çox əziyyət olur. Nə edə bilərəm? Ayrı yaşamaqda imkan yoxdur. Cavab budur ki, əslində sualın özündə cavab var. Niqaba keçmək istəyirsən, keç. Niqab qadın üçün fərzli vacibdir. Harada bacarırsan tax, bacarmırsan Allah Azza və Cəllə daşımadığın yükü sənin üzərinə yükləmir. Və qaynın sənin üçün naməhrəmdir, çalışacaqsan, başqalarının yanında necə niqablanırsan, qaynın yanında da o şəkildə niqablanacaqsan. Bəli, hətta yaxın qohumların kişiyə zərəli uzaq naməhrəmlərdən pisdir. Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, ölümdən uzaq durun. Soruşurlar ki, ya Rasulullah, həmu, ölüm nədir? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bir kişinin, elə bil ki, qardaşının arvadı və yaxud da yaxın nəsildən olan qadınlar yoxdurmu? Xala qızı, mama qızı, bibi qızı, bunlar yoxdurmu? Bir kişinin onlarla xəlvətdə qalması, ölüm budur. Ona görə yaxınlardan zinanın baş verməsi uzaqlardan daha çox ehtimaldır. Ona görə qardaşlar, uzaq durmaq lazımdır. Qısacası, bacı, mənim tövsiyəm odur ki, niqabı qoru, saxla, düzdür, dini yaşamaq, dini olduğu şəkildə yaşamaq asan deyil. Amma inşallah Allah üçün bunu istəsən, Allah sənə güc verəcəyini görəcəksən. Suallardan biri də budur ki, aleykümselam, qadın burnunun kənarına qaş qoydura bilərmi? Qaş nədir? Daş mı? Hara qoydurur daşı? Aydındır. Yəni burnunu deşdirib bura nədir ona? Xana taxırlar. Bu olmaz qardaşlar. Bu olmaz ona görə ki, tənə taxmaq gəlibdir. Amma burnuna taxmaq bu problemdir. Burnuna taxa bilərlər, nə bilim, bu olmaz. Bu olmaz, məncə bu başqalarına bənzəməkdir bir tərəfdən. İkinci tərəfdən də hətta qadın niqab taxsa belə. Yəni ki, deşik zad qalacaq burnunda. Qısacası, qadın uzaq durmalıdır, burnunuzu adım deşməkdən, tanatuza taxmaqdan, Allahu aləm. Sual var, uşağı yatızdıranda lay-lay demək olarmı? Uşaqlar zümzümə ilə yatmağı xoşlayırlar. Sizin içinizdən kimsə lay-lay çəkibilirmi? Səndə nə tərdir durum? Donma da, nə var ki burada? Sən ayıram. Balaca vaxt eləmişsəm lay-lay. Bu lay-lay məsələsi, qardaşlar,
Yəni Allah aləm. Laylay dərkən, yəni hamı laylay deyim, bəzilər var mahnı oxuyur. Necə? Yəni müxtəlif şeylər var. Yəni uşağı yatızdırmaq üçün nəsə belə şey eləmək olar. Lakin bu laylay məsələsini bilmirəm. Açığı deyim, nə deyim, bu musiqi zad olar, nəğmə olar, nə olar. Sadəcə belə zümzümə kimi nəsə belə mızıldamaq zadla uşaq yatırsa, buna bir şey deyə bilmərəm. Çünki məsələn söz demir, elə demir, sadəcə uşağın beyni, başını qatır. Amma mahnı zaddırsa təbii ki olmaz. Mahnı zaddırsa təbii ki olmaz. Qadınlar arasında sual var. Buna sən fikir ver. Qadınlar arasında gün bölgüsü necə olub sünnədə? Necə gəlib bu haqda? Əgər mümkün olsa ətraflı qardaş danışsın. İki zövcəsi olan kişilər əgər bir zövcəsi desə ki, vaxtımı halal edirəm və buna bənzər hallar olarmı belə və ya kişi əsəbidir, qadına sıra əsəbidir, qadına sıra əsəbi olan Yəni kimə əsəbi də onun yanında getmir onun sırası. Qadına sıra əsəbi olan o biri zövcəsinin yanına. Yəni belə başa düşdüm ki, bunun sırasıdır, ona əsəbləşəndə onun yanına getmir, o birisinin yanına gedir. Sünnədə qardaşlar bu kişinin özünə qayıdır. Kişinin özünə qayıdır. Əgər bölmə, zövcələrin arasında payı bölmək məsələsi bir gündürsə, məsələn, bir gün bunun yanında qalır, bir gün onun yanında qalır və yaxud da bir həftə onun yanında qalır, bir həftə bunun yanında qalır. Bu bölmə məsələsi kişinin özünə qayıdır. Necə ona münasibdirsə o şəkildə bölür. Bir gün, 2 gün, 2 gün, 3 gün, 3 gün, 4 gün, 4 gün, 1 ay bu kişinin özünə qayıdır. Önəmli olan odur ki, bu şeyləri necə bölürsənsə ədalətli olmalısan. Lakin burada qalır ki, bəzən qadın öz haqqından tənəzzül eləyir. Deyir ki, qardaş və yaxud da ərinə deyir ki, bəli, mənim yanıma ayda 3 gün gəlsən kifayətdir, qalan günlərimi hədiyyə eləyirəm. Bəli, bunu qadının haqqı var, kişisinə hədiyyə eləsin və kişi də bu endirimdən istifadə eləməlidir. Peyğəmbər sallallahu aleyhi ve sellem zövcəsi Saudanı boşamaq istəyir. Müəyyən səbəblərə görə Sauda radiyallahu anhə yaşlı olur. Yaşlı qadın olur. Yəni belə deyək, yaşı ötmüş olduğuna görə, yəni sanki gün yanında boşa keçir. Rasulullah sallallahu aleyhi ve sellem boşamaq istədiyini biləndə deyir ki, ya Rasulullah, mən günümü Ayşə radiyallahu anhə hədiyyə edirəm. Sadəcə mən istəyirəm ki, sənin zövcələrin sırasında qalam ki, qiyamət günü sənin zövcən olaraq həşr olunur. Peyğəmbər sallallahu aleyhi ve sellem onu boşamaqdan vaz keçir və Sauda radiyallahu anhə gününü Ayşəyə verir. Və bu da dəlildir ki, əgər qadın endirim eləyərsə günlərində, skitka eləyərsə, bəli, kişi bunu qəbul eləməlidir, elə bilər. Burada heç bir problem yoxdur. Önəmli olan odur ki, qardaşlar, bu məsələdə bir insanın özü qəsdən zülm eləməsi. Yəni, baxırsan, birini alır, ikincisini yaddan çıxardır. Birini alırsan, ikincisini yaddan çıxardırsan. Gəl, hara getdi? Gəl. Birini alırsan, ikincisini yaddan çıxardırsan. Və yaxud da alanda birinci arvadını yaddan çıxardırsan, başlayırsan ona qarşı pis davranmağa, bəyənməməyə, yəni suroku bitmiş kimi baxmağa, bu düzgün deyil. Və yaxud da ikinciyi alırsan, sonra bir müddətdən sonra onu saymırsan. Bu düzgün deyil, qardaşlar. Evlilik şəhvət məsələsi deyil. Evlilik sadəcə keçəri bir həvəsi yatırtmaq üçün deyil. Evlilik bir məsuliyyətdir, bir ailə qurmaqdır, bir insana sahib çıxmaqdır, bir yuva qurmaqdır. Əgər sən bunu özündə, buna qadir deyilsənsə, sənin əslində evliliyə addım atmağın qadağandır, olmaz. Allah Quran-ı Kərimdə deyəndə ki, ikisi ilə, üçü ilə, dördü ilə evlənin,
və deyir ki, bacarmırsınızsa ikisi ilə, üçü ilə, dördü ilə evlənməyi, onda biri ilə kifayətlənin. Və sən ikincisini aldığın zaman ortada ədalətsizlik baş verəcəksə, o zaman sənin ikinci arvadla evlənməyin qadağandır, olmaz. Və bu baxımından da kişi bacardığı qədər ədalətli olmağa çalışmalıdır. Ədalətli və insaflı olmağa çalışmalıdır. Bəzən ola bilir ki, kişi evlənir, amma evləndiyi zaman bəri başdan qadına demiş ola bilir ki, məsələ, mən sənə ev ala bilməyəcəm. Məsələ, tutaq ki, ata evində yaşayır, zövcəsi var, ata 10 otaqlıdır, məsələ, ata evində yaşayır. Amma ikinciyi alanda bəri başdan deyir ki, mən sənə 10 otaqlı ev tuta bilməyəcəm, mən sənə 10 otaqlı ev ala bilməyəcəm. Mən sənin üçün, məsələ, 1 otaqlı ev tikə bilərəm və yaxud da 2 otaqlı ev kirəyə tuta bilərəm, sən buna razısanmı? İmkanlarını hamısını oturur danışır, qadın bu şeylərə bəri başdan razılıq vermiş olarsa, onda o zaman kişi ala bilər və ortada olan fərqə görə ədalətsiz sayılmır. Nəyə görə, qardaşlar? Çünki kişi ondan heç bir şeyi gizlətməyib, hər şeyi ortaya qoyub, o da öz razılığı ilə razı olub və bununla da bitib. Sonra gəlib əlavələrini tələb etməyin özündə qadın üçün haqsızlıqdır. Qadının haqsızlığıdır. Məsələn, qadın deyir ki, məni al, o mənim sadəcə, məsələn, çörəyimi təmin elə, paltarımı təmin elə, daxma da olsa qalacaq yerimi təmin elə, nə zaman ürəyin istəsə gəlginə, gəl, get, bu şeylərlə anlaşıb, elib, evlənirlərsə, və bu şərtlərin üzərində, ən minimum bu şərtlərin üzərində kişi getməlidir. Yoxsa qadın evləndikdən sonra başlayır tələbatlarını çoxaltmağa, yox, mən niyə bir evdəyəm, o 5 otaqlıdadır, mən niyə belə, o belə, özünü başlayır müqayisə eləməyə və burada qadın haqsız sayılır. Nə üçün? Çünki bu kişi səndən əgər özünü gizlətsəydi, sənə super baxacam, sən mənim üçün belə, səni aldadıb, sonra sənə söz verdiyi şeylər etməsə, onda o zaman kişidir günahkar. Yoxsa öncədən anlaşma, ittifaq olubsa, onda o zaman qadın bu şərtləri pozmamağa çalışmalıdır və kişi də sonradan imkanlarına görə hərəkət etməlidir. Və son sual da budur, qardaşlar. Burada da gəlir ki, bəzən olur, insan valideynlərindən uzaq olur, nəvələrini şəkilli görmək istəyirlər, nəvələrini görmək istəyirlər. Deyir ki, belə onlar görsünlər deyə şəkil çəkib göndərmək olarmı? Bu şəkil çəkmək məsələsi gerçəkdən bugün ifrat və təfritdə, yəni çox ifrata varılıb. İnsanlar cürbəcür pozalarda şəkil çəkdirmək, adiləşdirmək, nə bilim, bu məsələ yəni gerçəkdən həddini aşıb bəzi yerlərdə. Daha da pisi odur ki, bəzən görürsən qadınlar öz uşaqlarını qucağında tutub şəkillərini çəkdirirlər, kiməsə göndərirlər. Sonra telefondan telefona, xətdən xətə başlayır paylaşmağa, sonra düşür Facebooka, sonra düşür sosial şəbəkələrə və subhanallah, abır, haya hamısı, yəni ki, məhrəmlər, hamısı, yəni qadının halal olmadığı halda hamısı onu görürlər. Qaldı uşaq məsələsində, bəli, şəkil məsələsi ehtiyata qarşı uzaq durmaq yaxşıdır, lakin videosunu çəkə bilərsən, uşağın videosunu çəkib göndərə bilərsən və bununla da, əlhamdülillah, onların istəyində yerinə yetmiş ola bilərsən. Allah bizləri eşitib faydalardan etsin, bilmədiklərimizi öyrətsin, bildiklərimizi əməl etməyi nəsib eyləsin. Sallallahu aleyhi və səlləm və barik alə nəbiyyə Muhammed və alə alihi və sahbihi ecməin.